Sabah xeyir olsun değerli izleyicilerimiz, traderler, emkarlar, iktisatçılar. Bugün Aprelin 28'idir. Biz sizi güzel İstanbul'dan salamlayırıq ve bugün səhər saatları neler oldu? Yani bildiğiniz kimi Qızıl sürətlə yuxarı doğru istiqamətə davam ettirdi ve ondan sonra aşağı istiqamətlərində, yani bildiğiniz kimi 5-ci günün minimuma qədər yəni indi. Yəni bugün neler baş verəcək? Yəni bildiğiniz kimi hal-hazırdakı biz baxsaq yani baş və çeyin modeli yaradıb və baş və çeyin modeli yaradandan sonra biz satış əməliyyatlarını, yəni uzun müddət satış əməliyyatlarını 3262'lərdən sonra satış əməliyyatlarına girə bilərik. Alış əməliyyatları uzun müddətli zaman intervalı üçün isə 3370'lər də əzizlərim. Yəni bugün nələr baş verəcək? Yəni bildiyiniz kimi hal-hazırda yəni Bitcoin-la da baxaq, yəni Bitcoin nələr etdi dünən ümumiyyətlə. Biz size demiştik ki Bitcoin'e bakmayın, şənbə bazarı bakmayın, ama mən baxıram çünkü bu mənim deyək ki işimdir, yəni bilməliyəm ki ümumiyyətlə beynəlxalq maliyyə birjasında nələr baş verir, yəni bu haqda mütləq sizə məlumat verməliyəm. Yəni neysə, yəni gəlin keçək biz əsasən də digər cütlüklər haqqında yəni sizə məlumat verərəm. Bugün həftənin birinci günündə uğurlu, ruzlu, bərəkətli gün arzulayıram sizə. İnşallah bu həftə ikinci gün, yəni sabah, inşallah sabah səhər saatlarında çalışaram Bakıda olum və sabahdan sizin nə suallarınız varsa yaxınlaşa bilərsiniz ofisə və eyni zamanda sizdən çox xahiş edirəm, yəni WhatsApp-a saatlarla yəni yazmayın. Mümkünsə görüş təyin edin, gəlin görüşək, ətraflı danışaq, biz sizi tanıyaq, siz də bizi tanıyasınız. Yəni saatlarla məlumat almaq istəyirsə üz-üzə məlumat daha yaxşı olar əzizlərim. Və həftə ərzində təbii ki biz sizi ofisdə gözləyirik və yəni nəzərə çatdırım ki bu həftə biraz qızılla ehtiyatlı olan digər cütlüklərə gəlirsə evro dolar, funt dolar cütlüyündə əməliyyatlar açsaz, yəni daha safely olar. Nə üçün? Çünki qızıl daha aktivdir, çox gəlirli və çox gedirlidir olduğu üçün, yəni ən kiçik lotlarla bazara girin. Lot deyəndə, lot həcmi psixologiyasını deyəndə, yəni çalışın, yeni başlayanlar minimum belə deyək, balansında $1000 varsa qızıla yalnız və yalnız 0,1 ilə bazara girin. Nə üçün 0,1 ilə? Məsələn, gün ərzində $130 hərəkətində 0,1 ilə belə $130 elə. Həm əgər səhv əməliyyat verirsə $130 ziyan göstərəcək. Təbii ki, düz əməliyyatsa $130 gəlir, siz tuta bilməzsiniz. Nə üçün tuta bilməzsiniz? Çünki gəlir olan kimi dərhal bağlayırsınız. Bu da psixoloji faktorlardan biridir. Mənfiyə gedərsə mənfini gözləyirsiniz və bu $130, $1000 yatırmışsa $130 bir gün ərzində yəni ziyana uğraya bilər. Hardasa bu 13% deməkdir. Onun üçün də yəni biraz ehtiyatlı olun. Yəni digər cütlüklərə gəldə isə evro dolar, funt dolar, dollar, Yaponiya, dollar, frank bunlarla ticarət aparmaq daha rahatdır. Çünki hərəkət diapazonu o qədər də çox deyil qızıl kimi. Belə əzizlərim, digər rolikdə yəni ardına biz valutalar haqqında məlumat verərik. Yəni YouTube'da full versiya baxa bilərsiniz.